Mayın 28-i Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, tutulacağı, yağmursuz keçəcəyi, lakin 27-sindən 28-nə keçən gecə və səhər bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Temperatur gecə 17-19, gündüz 23-28 dərəcə isti, atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Naxçıvanda gecə saatlarında arabir yağış yağacaq. Temperatur 15-19 dərəcə isti olacaq. Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz yağıntılarda fasilə olacaq. Gecə və səhər duman gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Temperatur gecə 16-21, gündüz 28-33, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.